Şey. Bəli, müəllim. Evet. Düzeltdim ben. Bir de rekord edersiniz. Rekord olur. Hı. Rekord gelir o sizde. De. Görebilirsiniz. Ben yani bu ne bir oldu? Prezentasiya. Budur. Ben buradan çıxış elə bilmirəm. Ha. Önce şeylerse. Ben bunu dersinde görebilirsiniz. Bir de case study gibi bir şey de o gösteren. Ha. Bunu görebilirsiniz. Ben dersini görebilirsiniz. Dəyişir. Bəli, müəllim, görürük indi. Hər şey Bəli, mən görürsünüz. də Hə, görürəm. paylaşalım. Ha, bir şey başlayalım. Deməli, case study'dir. Burada nə haqqında danışır? Employee attrition deyə var. Attrition nə olduğunu xəbəriniz var mı sizin? Attrition nə olduğunu bilirsiniz? Mən bilməm. Deməli, yəni ki, müştərilər, işçilərin yəni ki, çıxmaqdan, yəni qalıb uzaqlaşmağı, yəni şirkəti tərk etməyi falan belə bir şeydə. Bilirsiniz? Deməli, McCurdy Health Consultancy in MMC-dir. That has thousands of employees spread across the world, across the globe. Yəni bütün dünyada yəni minlərlə işçisi var. Bir dənə həmsə bir şeydir. Health consultancy şirkətidir. The company believes in hiring the best talent available and retaining them as long as possible. Yəni ümumiyyətlə ki, Azərbaycanda biraz o tema yoxdur, amma xaricdə bu tema vardır ki, yəni ki, istəyirlər talantı alsınlar. Yəni tez-tez hire-fire eləmək xoşlanmırlar da. O culture çox yoxdur yəni. Bildin? Hire-fire o nəyə lazımdır? Çünki hər hire edən adamı onun üstə 4-5 ay işlətməlisən ki, bu adam şey olsun da, tam biznesi anlamış olsun. Amma əslində olsun Azərbaycanda budur ki, alırlar 2 aydan sonra sənin bir güclü bir nəticə istəyirlər ki, səni saxlasın, yoxsa səni yəni ki, saxlamaq istəmirlər. Çünki iş haqqları çoxdur, iş yerdə çox az olduğundan dolayı. Bir də biznes çox concentration olan çox azdır. Amma gəl bir çox şirkətlər, böyük şirkətlər özəlliklə corporationlar, elə səndən fire culture yoxdur yəni. A huge amount of resources is spent in retaining existing employees through various initiatives there. Yəni ki, eləmək çətindir. Onlar əl saxlamaq çətindir də. The head of people operations wants to bring down the cost of retaining employees. For this, he proposed limiting the incentives to only those employees who are at risk of attrition. Ya bilirsin nə demək istəyirlər? Ümumiyyətlə fikir verirsə, bu şirkətlərdə çoxlu eventlər falan təşkil edirlər ki, corporate eləndə özəlliklə ki, birlikdə olsunlar, yəni daha çox bağlı olsunlar, o, bu falan belə bir şeylər, initiativlər var ki, hamısı buna özü costlidir də belə baxanda. Deyirlər ki, gəl biz həmin işçiləri tapaq ki, minlərlə işçisi var da bu şirkətin. Deyir ki, onları tapaq ki, hansılar bunların çıxma ehtimalı yuxarıdır. Onları tapaq, onlara ancaq promote eləyək də. Digərlərini, məsələn, hansılar ki, ümumiyyətlə bizlə qalacaq, onsuz da ki, onlara nə şeydir ki, əlavə xərc çəkək ki. Anladınız mı ümumiyyətlə konsepti? Attrition budur. Deyir ki, öncə predict if employee is at risk of attrition. Bax bu hissə. Yəni ki, promotion kimlər olur? Biz bunu taparsa, biz predictive model qurmaq istəyirik ki, hansı ki, çıxacaq müştərilər, işçilər, yəni çıxma ehtimalı olan müştərilər, işçilər onların üstündə şey olaq da biz fokusumuzu verək, digərlərini nəzərə almayaq yəni. Okay? Anlayış var? Bəli. Okay. So objective to identify the different factors that drive attrition. Yəni hansı faktorlar tapaq ki, attrition-ı artırma riski olan şeylər, faktorlar tapacağıq. To build a model to predict if employee will attrit or not. Da bu da ki bizim şeydir. Dependent variable'ımız olacaq ki, hansı ki, yəni bu attrition-dır, yoxsa yes or no. Bilmi? Bizim oradakı dependent variable'ımız olacaq yes or no. Attrit olur, attrit olmayanlar. Demək bizim data frame'imizdə nə var? Employee number var. Hər bir employee'nin özünün unique identifier var. Attrition var. Did the employee attrit or not? Bax bizim bu dependent variable'ımızda conceptually. Yəni bəzən biz model qurmağa çalışanda ümumiyyətlə əsl real business-də falan çətin nə olacaq? Sən hansı attribute-ün, yəni ki, nəyin dependent olub, nəyin independent olduğunu bəzən çətinlik çəkmək olur orada. İndi
Deyəsiz, niyə o da rahatdır falan. İndi bu кейslər rahatdır. Bəzi кейslər olur ki, həqiqətən yəni şey eləmirsən. Bayağı bir kafa yormalısan ki, mən nə iş eləyim? Mənim üçün nə olsun ki, şeydir, hansı faktor mənim üçün şey olsun? Çünki hamısını özün qurursan. Düşün ki, data frame-ni özün qurursan. Məsələn, mən churn edirdim. Bizim churn'da 4-5 dənə model var. Hərəsi özünün ayrı bir şeyi var. Məsələn, hər bir biznesin özünün ayrı churn üçün şeyi var, dependent variable var. Çünki biri üçün ola bilsin ki, şeydir, tarixçədir. Biri üçün ola bilsin ki, sırf şeydir, yer sorununda çıxmalıdır. Biri üçün ola bilsin ki, şirkətin identifier'indən girirsən falan belə. Çox dəyişə bilər yəni bu faktor. Amma burada çox aydındır. Sonra deməli, işçinin yaşıdır, business travel. İş gün gezmələr gedir. Məsələn, bir çox adamlar xoşlayır da, iş gəzlərinə falan çıxanlar, eləyənlər, onlar attribute olmağa daha az risk olur belə. Daily rate, data distribution not available. Bu nə demək ki? Data distribution not available. Bilmədim mən. Onun tapanı görərik sonra, birazdan baxarıq. Department var. Hansı departmenta aid olur? Distance from home. Yəni, nə qədər uzaqlıqdadır. Education level var. Education field var. Hansı fielddə oxuyub da, yəni nə oxuyubdur. Environment satisfaction. Ümumiyyətlə, yəni iş yerini sevir-sevmirsən. Satisfaction rate. Environment satisfaction'dır, gender'dir, hourly rate'dir, nə qədər pul alır, maaş alır saat başına görə. Job involvement var, nə qədər çox involve olur işinə. Job level var. Bu da ki, artıq yəni biznesdən ki, hansı leveldə işləyir də, yəni juniordumu, seniordumu, nə demə belə. Job role var, hansı rolda işləyir. Job satisfaction var, nə qədər satisfy işin özüylə. Marital status, yəni evlidirmi, bekardır, nə demə belə. Monthly income'dır, monthly rate'dir, non-companies worked. Yəni, 2 dənə şirkətdə işləyib bir dənə kimi. Nə qədər çox işləyirsə şirkətlərdə, o qədər çox çıxma ehtimalı olur da bir insanın. Məsələn üçün, ona görə HR-ların çoxu xoşlamır ki, işçiləri alsın ki, hansı ki, bunda 6 aydan bir ildən bir tendensiyası var ki, işdən ayrılsın yəni. Ona sevilən şeydir də, işçi növü deyil. Çünki yenisini sənə eləyəcəklər. Gələcəklər 3 ay, 5 ay, ancaq öyrənən kimi bax, işdən çıxdı, başqa yer. Sonra 18 plusdumu, overtime işləyirmi, işləmirmi, percentage salary hike. Yəni ki, neçə faiz artım alır illi. Standard hours var. Saat neçə işləyir. Yəni, stock options level var. Yəni, stockdan hissə alırmı? Yəni, bir çox şirkətlər maaşdan əlavə stock da verir də, az. Trading times last year. So, work-life balance. Years at company. Neçə işləyibdir? Years in current role. Neçə həmin şeydə nə qədər işləyibdir? Years since last promotion. Promotion alıbmı? Neçə il qabaq? Years with current manager. Yəni, bəzən bir çox meneceri ilə elə qalmır da, satisfy ola bilmir yəni. Okay. Yəni, sual olan var burada, hansını anlamıyor, hansı kolum nədir deyə sual olan var. Biz qatın özünü anlamalıyıq ki, onun üstündən sonra işdə edə bilir. Okay, seems like we don't have question. Importing the libraries deməli, biz bura nə ki, hər zaman kimi pandası yükləmişik, NumPy, Matplotlib, Seaborn-u yükləmişik. Sonra standard scaler. Standard scaler'ın nə olduğunu deyə bilən var mı? Necə hər gün bunu soruşacağım. Mən ümumiyyətlə, bax, bu 3 dənə izah eləyə bilən var. Bax, 3 dənə deməyim. Bu 2 dənə. Standard scaling elə bil ki, bizim bundan bu üçün izah eləyən. mənfi birlə bir arasına gətirir də, elə bil ki, azaldır ki, biz onu daha yaxşı analiz edə bilək. Məsələn, biri 700.000 olur, biri 100.000 olur. Yəni, bu böyük rəqəmlərdə nisbətən kiçik rəqəmlərlə işləmək daha rahatdır deyə standart scale edir onu. Məsələn, mənfi birlə. Tək rahat məsələsidir, yoxsa? Mən də belə düşün. Rahatlıq məsələsini görədim, yoxsa başqa faktorlar da mı var? Başqa ağlıma gəlmir. Əslində qalsa, bəzi modellər case sensitive-dir. Demişlər ki, bunun haqqında danışmışdıq. Case sensitive modellərdə əgər bizim deyək kolumnun biri, feature'ımızın biri digərlərinə baxanda çox daha böyük rəqəmsal alırsa,
deyək ki, bəzi feature-lərimlə mənim kateqorikar deyə mən həmin variable-ləri dummy variable-ə çevirdim, 0-1 ilə əvəz elədim deyə, öz onda məntiqsiz olur da. Bir deyək ki, şeydir, value-dur. Yəni 10.000-dən 100.000, 1 milyon arası dəyişir feature-də, value-ların sayı şeydə və dəyəri. Digəri də məsələn ki 0-dan 5 arası dəyişir, ya da 0-dan 1 arası dəyişir. Biz orada bəzi modellərimizdə məsələn ki, nədir logistik regression məsələn ki, o logistik regressionda həmin feature hansı böyük value alır, o daha onun koeffisient daha yuxarı olur deyə o sərf eləmir də, doğru bir konsept deyil yəni. Bildiniz? Oradan irəli gələn bir şeydir. Yəni ona görə biz şeyləri standart scaler edib hamısını eyni formata salırıq. Train test split nədir ayrı? Train test datasını ayırır, setini ayırır. Ayırır. Orada başqa nə bizim şeyimiz var? Kateqoriyamız var içərisində eyni zamanda. Biz hansı nələri dəyərləndirə bilərik onun içərisində həmin X-lə Y-ki, yəni müəllim dependent-lə independent value-ları, yəni kolumları testlə train-ə bölür də. Hə, testin train-ə bölür. Biz orada eyni zamanda neçə faizini test hissəsi olsun, neçə faizini train hissəsi olsun, onu ayırla bilirik də biz testin bir şeyini verə bilərik. 20% test olsun falan belə bir şey deyə bilirik də içərisində. Niyə görəcəyik, yəni göstərəcəyik. Grid search-dən nə ayrıdır? Bir də grid search sorsa. Grid search. Model selection grid search CV var idi. Grid search CV-dəki bizim parametrləri optimization eləmək üçün idi. Biz orada şey yazar, parametrlər value ilə yaza bilərdik. Oradan keçə bilərdik də belə. Yadınıza gəlir? Mənim tam yadıma gəlmədi. Grid search. Yəni gələcək görəcək. Orada işləyək yavaş-yavaş söyləyək. Biz nə var bizdə? Biz loading-də dataset eləyirik. Demək bizim datasetimiz Excel formatındadır. Bax həmişə biz CSV eləmişdik, bir dəfə Excel formatındadır. Bilin, Excel'in yazılışında axırı XL, SX deyə olur, göstərilir. Demək bizim baxın burada employee nömrəmiz var. Deməli employee-ni sadəcə olaraq burada şey eləyiblər, indeksləyiblər özünə. Sonra attrition var bizim bax dependent variable-ımız. Sonra age yaş qrupudur, business travel şeydir. Nə qədər vaxt, nə qədər tezliklə travel eləyirmi, eləmirmi və ya travel eləyirsə hansı frequency-ni eləyir. Daily rate var, departmentdir falan belə gedibdir buna. Biz nə qarıb? Biz görürük ki, bizim burada education fielddir. Bəzi fieldlərimiz şeylər kateqorikdir, bəzilərimiz numericaldır. Bax ki, hansılardır numerical olanlar. Ümumiyyətlə biz df info deyirik. Df bizim datasetimizdir. Infodakı onun haqqında type'ları ilə bir də ki, nə qədər şey missingdir, nə qədər non-missingdir. Biz barəki bizim 2009, bax, buna bax görürük ki, bax, burada bax bu index range. Index range görürük ki, bizim 2900 dənə entry'miz var. Bilirsiniz, sıfırdan 2939 kimi gedir, çünki Python sıfırdan başlayır, index sıfırdan başlayır. Yadınıza gəlir də bu, yəni. Deməli, biz də baxırıq ki, bizim burada nominal hamısı 2940-dır, yəni bizim hər hansısa bir missing value-miz yoxdur. Burada qeyd eləmişik. 34 dənə kolumumuz var bizim. 34 dənə kolumumuz var. Harada görürük biz bunu? 33-dür, eləmi? Və sıfırdan başlayır. Birinci indeksim sıfır daxil. Kolum birinci olan sıfırdan başlayır. İndeks sıfırdır. Ona görə bizim 33 dənə görürük, 34 dənə bizim şeyimiz var. Kolumumuz var. 2940 dənə observasiyamız var və missing value-miz yoxdur. Okay? Böyle razılaşdıq. Let's check the unique value in each column. Hansı nə qədər unique var? Employee number bizim şeyimizdə axı. Hər bir işçinin şeyi var idi. Özünün şeyi vardı. Work identity number idi, değil mi? Employee number. Employee number biz axı demişdik hər işçi üçün tapmışdı axı bizim bu datasetimiz işçilər üçün qurulandı. Yəni bir adam 2 dəfə çıxmır da eyni şeydə. 2 dənə fərqli kolum yoxdur. Bir dənə kolum var. Bütün informasiyanı bir dənə koluma yetir yəni. Ona görə hər bir employee number özü ayrıdır. Hər bir employee number özü ayrı olanda biz necə dəyərləndirirdik bunu? Bizim bu modelimizə təsir eləyəcək, eləməyəcək. Nə arayacaq genəldə? Bu təsir eləmədi. Hamısı unique identifier'dir. Biz onu dummy variable eləsək çox mənasız olacaq. Havaydan bizə 2940 dənə əlavə bizə kolum gələcəkdi, eləmi? O da doğru deyil. Onu heç bir qatmayacaq.
Ona görə də bunu biz atacağıq. Hər zaman model quranda biz indekslərimizi aşağıya atırıq. Yəni bu identification numberları atırıq. Bəzən saxlayırıq, hava saxlayırıq. Biz səndən saxlayırıq. Deyək ki, test datamıza saxlayırıq ki, sadəcə oyun çək eləmək üçün saxlayırıq. Amma modelin içinə qoymuruq ha. Modelin içinə saxlamırıq heç vaxt. Modellə train eləyəndə onu çıxırıq hər zaman. Okay? So attribution vaxtı ki, yes, no kimi olur 2 dənədən ona görə də age 43-dən fərqli age növümüz var falan belə. Daily rate'imiz 864 dənədir falan bu. Biz buradan baxırıq ki, əgər bizim object type-dirsə və burada biz ümumiyyətlə ümumi datasetimizin 30%-dən çoxu fərqlidirsə, biz onu istifadə edəməyəcəyik yəni. Ona görə biz buradan baxırıq məsələn ki, əgər integer type-dirsə, onda heç nə, integer type qalar. Olsun, lapsdan hamısı fərqli olsun yəni. Amma categorical type-dirsə, fikir versə, bu employee number əslində integer göstərsə belə categoricaldır. Nə categorical? Çünki hamısı spesifik şeylərdir axı. O da value baxımından baxmırıq da biz. Bunun həmsiyyətini saxlayaq. Employee number bu numerical görsənsə belə categorical sayılmalıdır. Bunu categorical çevirmək lazımdır. Object type olmalıdır. Kim deyə bilər nəyə görə? Yəni necə numerical kimi götürüb istifadə eləmirik yəni? Mən bir təkrar edə bilərsiniz. Bax məsələn ki, mən deyirəm ki, employee number numericalda. Ola bilsin lap burada 1 olmasın, 18085 olsun məsələn üçün. Deyək ki, employee number elə dəyərləndirilsin də. Amma biz onu categorical kimi dəyərləndirməliyik, numerical kimi yox. Niyə görə bilirsiniz? Unikal bir şeysə onu necə kateqorizə? Unikal bir şeyi numerical kimi götürmək mənasızdır. Çünki hər hansı bir qat qatmır da bizə. Əslində kateqoridir o bizim üçün. İndi burada numerical kimi göstərir, rəqəmsaldır deyə. Bildiniz? Biz həmişə bunu şeylə saxlayacaqsa, biz həmişə onu object type kimi dəyərləndirməliyik. Yəni digərlərində baxmırıq. Biz burada görürük ki, nədir? Bax, görürsən, employee number is an identifier which is unique for each employee. Hər bir employee üçün uniquedir, yəni. We can drop this column as it will not add any value to our analysis. Gördün? Over 18 and standard hours have only one unique value. Bax. Over 18 yəni 18-dən aşağı 18 işi olmayacaqdır böyük ihtimal. Bildin? Bir də başqası da vardı burada. Bir olan. Bir də standard hour. Bunlar şeydir, bir dənə kolumdur. Hamısı, bütün value'lar hamısı eynidir. Onu da istifadə eləmirik də biz. Çünki bir dənə olanda informasiya bir dənə olanda hamısına eyni gəlir də. Heç bir qat, heç bir yeni informasiya bizə verəsi deyil. Ona görə biz də buna yeni ata bilərik. Okay? Önce bir şey verirsiniz mi? We can drop this column as well. On this page, number of unique values in each column and the data description, we can identify the continuous and categorical columns in data. Nəsə, bir gəlik, nə arıq? Biz bundan drop eləməliyik də, employee number over 18 və standard hours. Demişik, A-axis. Niyə A-axis 1 demişik? Burada bilən var. Kolum üzrədir. Kolum üzrə. 1, 0 row-dur, 1 də kolumdur. Bildiniz? Orada həmişə orada, yəni şeydir. Yəni ki, birinci row gedir, ikinci şey sayılır, kolum sayılır Python'da. Bunu da df demişik, bunu açmışıq. Yəni bu hissə df-i bunlarsız verir. Onda həmin qayıtmış yəni df-i yazmışıq ki, bizim ümumi df datamızı dəyişək. Okay? Sonra şey demişik. Create numerical columns. Bunlar bizim numerical kolumlarımızdır. Biz buradan datasetdən dəyərləndirə bilərik, buradan dəyərləndirə bilərik. Okay? Ondan sonra biz bundan sadəcə bizim kolumlarımız bizim şeydir, numerical kolumlarımız bunlardır. Categorical kolumlarımız da bunlardır. Okay? Dəyərləndirə bilərik, biz buradan baxa bilərik yəni. Bizim cəmi 34 dənə var idi. 3-ün açısındaq bizim 31 dənə qaldı. 31-in təxminən bir 11-12 şeydir. Numerical qalıbsa categoricaldır. Okay? Anlaşdıq burada. Süper. Sonra biz numerical kolumları götürürük. Bax, df numerical kolumları götürdük. Bax, numerical kolumları götürürük biz buradan. Yəni df numerical kolum deyəndə biz ancaq bunları nəzərdə tuturuq. Bu kolumları. Bildiniz? Sonra describe deyirik. Describe nə verirdi? Bizə bunu verirdi. Bir də t demişik, transpose demişik. Yəni transpose deyib ki, bizim əslində qalsa bunu çıxsa şey olacaq. Bizim bu kolumlarımız belə olacaq. Bizim count'umuz aşağıda olacaq. Count minib belə olacaq, düzələcək. Gələsiz run eləyək bunu, baxalım bir dənə tez.
Dən də run olsun tez. Bu run oldu. Bizim datasetimiz biraz böyükdür. Aha, gəldi. Bu da yerində, bu da yerində. Bu da yerində. Bax görürsünüz. Belə olanda kolumlarımız belə olur. Kolum rəhi. Amma bizim countımız, minimiz belə. Amma belə də görmək çətindir də. Bildinmi? Gəlmir. Həm kolum sayımız çox olanda sıxıntı olur. BB çevirməli eləməlisən, rahatçılıq deyil də. Onca biz transpose deyirik ki, daha rahat görsəl olsun da, belə görsəl daha rahat daxil. Buradan baxaraq, məsələn ki, mən STD-yə baxıram, məsələn ki, sənə deviation-a görürəm ki, daha rahat görmür, min falan daha rahat görmür. Bu numcals hazırdır da. Bəli. Biz numcals yazmışıq, o hazırdır da yəqin ki. Numcolumuz budur da. İstifadə edirik ondan biz, yoxsa? Hə, istifadə edirik. Bizim axı biz description-ları ancaq numerika üstündə verə bilərik, kateqorika üstündə verə bilmərik. Kateqorika mənasız gələr. Kateqorika value-ların biz necə tapa bilərik ortalamasını? Bildiniz? Kateqorikanın ortalamasını tapmaq olmur da. Düz deyirəm, yoxsa yox? Razıyıq ona? Aydın, bəli. Sonra burada biz value-lar tapırıq, biz baxırıq ki, ortalama yaş nədir? Ortalama yaş 37-dir. Sonra distance ortalama olaraq 9 kilometr uzaqlıqdadır. Nə bilim, aylıq 6500 salırlar ortalaması. Falan, monthly rate 14.000-dir. Falan belə. Bilirsiniz? Ortalama bir dənə menecerdən 4 il işləyiblər. Ortalama treninglər 2 il 8 ay qabaq, 2 il 8 il qabaq. Ortalama eləyiblər, axırında trening eləyiblər falan bəziləri. Years current role. Ortalama 4.2 il işləyiblər şirkətindən, işlərin çoxu falan belə. Sonra numerika kolumların gedib bir də şeyini çıxarıq, histogramı çıxardırıq. Gör ki, bizim nədir? Bizim age kateqoriyamız slightly right score var, amma çox deyil. Əslən qalsa scoreness yox demələr ki. Amma distance from home-da scoreness var. Yaxında qalanların sayı daha çoxdur. Uzaqda qalanlar azdır yəni. Amma öncədə bir şey var, belə tam bir scoreness yoxdur. Yəni right scoreness var. Eyni zamanda income kateqoriyası da aşağı 5000-dən azalana daha çoxdur. Yəni ki, yuxarı 20.000 səviyyəsindən aşağı olanlar. Sonra biz görürük ki, monthly rate çox fərqli, dəyərlənmə çox fərqi yoxdur, aşağı-yuxarı hamısı eynidir. Sonra percentage salary hike. Baxırıq ki, məsələn, çoxunda çox artım olur. Azında çox yuxarı, 25%-ə yaxın bir artım olur. Yəni. Sonra ortalama iş də 9-10 il arasıdır, 8-10 il deyək. 9-11 il deyək. Ondan sonra belə də, yəni years last promotion. Çoxun promotionu şeydir. Bu hər il promotion olur demək olar ki, bəziləri də 15 ildə promotion demək ki, almır yəni falan belə. BB-də almışıq. Burada indi informasiya veririk. The age distribution is normal distribution'dur. Dediyim kimi çox da scoreness yoxdur yəni. Percentage salary hike is screwed to a right. Nədir? Percentage salary hike. Hansı salary hike? D salary hike. Right scoreness var burada falan belə. Monthly income and total working hours screwed to a right as well. Working hours'dur falan belə. Burada şey var. Nədir? Monthly income'dır. Ana monthly income. Monthly income. Şimdi burada right scoreness var. Bir də total working years. Total working years də var right scoreness. Eyni formada. Belə bunun hamısını yazmışıq biz burada. Hansını tutaq. Ancaq biz bilik də nə qədər uzun olarsa, demək ən çox vəliyimiz bura düşür də. Histogram teması budur. Bilirsiniz? Yəni bura düşür. Görürük ki, biz year since last promotion çoxu 0-2 il arasında promotion alır özü. Sonra univariate analysis demişik, girmişik bura. Univariate analysisdə biz girmişik nəyə baxırıq. Categorical, bax categorical kolumlar üçün bizdə toplamışıq, baxmışdıq. Categorical kolumları da biz də şey eləyirik, value count deyirik. Value count nə edirdi? Value count şey götürürdü. Ki, neçə enisindən gələcək. Ki, hər bir value üçün neçə faizi. Normalize true demişik. Normalize true hər kateqoriya, məsələn, deyək ki, bax, bir dənə gəbirə gələk. Hər bir şey üçün, məsələn, deyək, business travel deyək. Deyək, business travelin içində bizim 5 dənə fərqli value'umuz var. Hər value'nin neçə faiz olduğunu göstərir. Bildiniz? Normalization ona deyirlər. Yəni, faiz nisbətini verir. Biz görürük ki, attrition'da
84% təxmini attrition olmayanadır. 16% attrition olanlardır. Bunun ikisini cəmi 1 eləyir. Çünki ümumi hər bir value-nun, hər bir kolumda onun içərisində value-nun faiz nisbətini soruşur. İkisi həmsinə qədər olubdur. Sonra overtime-da 72% overtime işləyir, 28% yox. Yox, tam tərsi. 72% işləmir, 28% işləyir falan belə. Mən burada baxmaq istəyirəm, neçə dənə kolumuz var da. Bilirsiniz, məsələn üçün buraya gəldik, görürük ki, məsələn üçün bax job role-da biraz daha çox var bizim entry'miz. Ən çox sales executive işləyir. Çoxu married-dir, 45-46% married-dir. Bu faizlərdir bunların. Buna faizlərdir. Ona görə biz faiz tapmaq üçün bizə bax value count demişəm, normalize demişəm. Normalize true faizini verir. Əgər mən bunu çıxsaydım, sayını verəcəkdi. Bax, bax. Görürsünüz? Məndə sayı verir. Yəni, keçsin. Bax. Mən deyək ki, 2900 3940-da, mən 2466 dənəsi attrition ödəməyənlərdir, 474 dənəsi attrition ödəməyənlərdir. Okay? Bu faiz nisbətləridir. Normalization bu deməkdir. Bu 40-dakı şeyini verir. Bu print 40 demişik, həmişə altda 40 dənə şey qoyursun, star qoyursun ki, digərindən fərqlənə bilsin. Okay? Sonra bivariate and multivariate analysis demişik. Cross-tab demişik. Cross-tab. PD cross-tab. Ne demişik? Attrition-ı şey demişik. Attrition-dan digərlərini. Attrition nədir? Bizim dependent verimiz attrition daxil. Bizim dependent verimiz attrition-dir. Mən demişim attrition-dan gəl digər categorical kolumlarımın arasında olan şeyi tapaq. Cross-tab'i tapaq. Yəni ki, percentage difference tapaq. Görə daha çox məsələn üçün deyək ki, o bax bu mənim X kolumum. Yox, şeydir. Başda mənim Y kolumum şeydir. Bax ikinci Y. Mən bu Y-dir. Bu da X-imdir də mənim. Elə X-im mənim digər kateqorilərdir. Kateqori kolumlardır. Mənim Y-imdəki attrition-imdir. Mən götürmüşəm, demişəm, faiz nisbətinə baxmaq istəyirəm. Görün mənim məsələn overtime demişəm də belə. Overtime-da neçə faizi şeyə düşür, attrition-a düşür, attrition eləməyən düşür, neçə faizi attrition-a düşür falan belə. Mən görürüm ki, attrition eləməyənlər içərisində şeydir. Yox, başlayın. Mənim overtime eləməyənlər içərisində neçə faizi şeyə düşür, attrition-a düşür, neçə faizi attrition eləməyən düşür. Mən görürəm ki, çoxları, bax nə görmüşəm burada, overtime eləməyənlər içərisinin çox faizi attrition eləmir. Amma eləyənlərin çoxu, overtime olanların çoxu, daha da çoxalıb da fikir verirsiniz, attritionlərin çoxdur. Yəni, eləməyənlərə baxan, eləyənlər, overtime işləyənlər çox, attrition eləməyə daha yuxarıdır. Ki, normalde daha çox işləyənlər, onların işdən ayrılmaq ehtimali daha yuxarıdır da, təbii ki. Eyni zamanda gəl business travel. Çoxlu travel eləyən insanların, baxır ki, bax, maraqlı bir şey çıxır burada. Çoxu attrition eləyir. Yəni, nə qədər çox gəzirsə dünyanın şirkət hesabına, o qədər çox çıxmaq ehtimalı var. Maraqlıdır. Maraqlı bir şeydir, yəni, informasiyadır. Nə qədər heç travel eləməyənlər, ona çıxma ehtimalı daha da azdır. Ayrılma ehtimalı azdır. Çox maraqlıymış. Azərbaycan tam tərsinə olardı. Sonra department. Hansı departmentdə daha çox çıxma ehtimalı var? Biz görürük ki, salesdə daha çox çıxma ehtimalı var, satışda. Amma ola bilsin ki, bizim burada olan şeydir, travel frequently olan adamların sayı da az ola bilər. Deyək, məsələn ki, bizə travel frequently əslində 5%, 10% adam var. Orada məsələn ki, 10 nəfər çıxıb deyə faiz nisbəti yuxarı göstərilibdir. Onu dəyərləndirmək lazımdır. Məsələn ki, travel frequently buradan gəlib baxa bilər. Neçə faiz travel frequently var idi. Onu burada travel demişik, travel frequently 18%'dir. Bilirsiniz, 18%. 19% deyək. O məsələn ki, ola bilsin çox az informasiya düşür, ona görə də ola bilər. Amma yox, 18% normal göstəricidir. Sonra nə axarıq biz burada? Education demişik. Education. Biz görürük ki, nə qədər lower education varsa, o qədər çıxma ehtimalı daha yuxarıdır. Higher educationlar daha uzun müddətli qalır. 2 ildən
5 il olanlar daha çox var. 5 olanlar. Sonra education field. Görürük ki, nə görürük biz burada? Technical degree ilə human resources oxuyanlar çıxma ehtimalı daha yuxarıdır. Ən aşağıdakı hansı ola bilər buna? Üçü də eyni aşağı yuxarı eynidir yəni. Sonra nə var? Job satisfaction. Satisfaction rate. Nə qədər çox satisfaction az olarsa, o qədər çox çıxma ehtimalı var. Bilirsiniz, environmental satisfaction. İş ortamı. Nə qədər aşağıdırsa, işin ortamı sevməyən. Çıxma ehtimalı daha yuxarıdır ki, normaldır. Work-life balance. Nə qədər aşağı olarsa, o qədər də çıxma ehtimalı yuxarıdır. Normaldır. Stock options. Stock optionu olmayanlar daha çıxma çox ehtimalı var. Stock ehtimalı 2 olanlar çox daha azdır. Sonra nə var? Gender var. Baxırıq ki, meyillər daha çıxma ehtimalı, daha çox maraqlı çıxmağa, nəyə çəkdir? Female'lar. Performance rating. Aşağı yuxarı eynidir. Bunlar fərqə baxmır o qədər də. Job involvement. Nə qədər aşağı olarsa, o qədər çıxma ehtimalı çoxalır. Maraq qaçırdı. Job level nə qədər aşağı olarsa, o qədər çıxma ehtimalı artır. Görürük ki, sales responses nə qədər şeycə, ondan çıxma ehtimalı daha çoxdur. O müştəri xidmətlərində işləyirlər. Oradakılar. Marital statusda single'lar daha az şey var deyə, dediyimi, işini itirmə qorxusu yoxdur. Demək, işimdən çıxarmışlar, iş taparam, o bu. Onlar daha comfort zondadılar. Sonra relationship satisfaction. Nə qədər aşağı olarsa, o qədər çıxma ehtimalı çoxdur. Normaldır bunun hamısı. Sonra group by demişim, attrition demişik datamızı. Numerik qurumların ortalamasına baxırıq. Yəni, hər bir attritionlara görə aid qruplara bölmüşəm və hər bir numerik kolum üçün baxıram ki, ortalaması nə qədərdir. Baxıram. Görürəm ki, attrit eləyənlərin daily rate'i ortalama 812-dir. Yəni, çıxanların da ortalaması 750-dir. Burada çox informasiya yoxdur. Çıxanların ortalama yaşı 37.5-dir. Yox, çıxmayanların. Çıxanların ortalaması 33-dür. Demək, daha cavanlar çıxma ehtimalı daha yuxarıdır. Görürük ki, uzaqda qalanların çıxma ehtimalı daha yuxarıdır ki, normaldır, 10 kilometr var. Monthly income aşağı maaşlarına daha çox çıxma ehtimalı var. Bilirsiniz, çıxandan da ortalaması daha aşağı maaş olanlardır. Monthly rate də aşağı, monthly rate çox fərqi yoxdur deməli. Percentage salary hike-də çox fərqi yoxdur. Total working hours. Nə oldu? Çıxan var? Mənim tweet getdi, gəldi indi. Nəysə, buradan görə bilirik, anlaya bilirik də. Görürük ki, years in current year. Nə qədər az, yəni ki, çıxanların çoxu az işləyənlərdir. Daha az bizdə şirkətlə işləyənlərdir. Uzun müddət işləmə ehtimalı daha azdır, yəni çıxma ehtimalı. Belə. Biz bunun əsasında tapdıq. Biz burada tapmışdıq ki, monthly income önəmlidir. Biz görürük ki, əgər çıxanlar çox vaxt 30% çıxmayanda daha şeydir, yəni. Daha yuxarı maaş alır. 30% daha yuxarı maaş alınır deyə çox adam qalır orada. Bilirsiniz? Sonra gəlmişik burada biz, yəni salary matter. Salary önəmlidir, yəni. Let's check the relationship between the different numerical values. Gəlin numerical value arasında tapaq da, heat map tapırıq, correlation heat map tapırıq. Biz tapalıyıq axı. Məsələn üçün, əgər 2 dənə kolum bir-birinə çox korrelətdirsə, biz onun birini götürəcəyik də, sonra götürməyəcək, dəyərləndirməni çox ödəməyəcək, yəni. Yazıca gəlir də bunu. Mən numerical kolumlar üçün tapırıq. Biz görürük ki, nə görürük burada? Total working years, işləmə 2 il işləyibdir. Yearly income. Bunda çox korrelətdir. Yəni, nə qədər az işləyirsə, o qədər çox az maaşı var da. İllik maaşı o qədər azdır, yəni. Okay, biz buna razıyıq. Yearly deyil, başlayın, monthly income'dır. Aylıq maaşı. Okay. Years at company demişik. Bu da total working years. Yəni, ümumi, nə qədər çox işləyibsə insan, tək bu şirkətlə deyil də, ümumiyyətlə. Görür ki, bundan korrelasiya var. Yaşla əlaqəsi var. Nə qədər çox işləyibsə, years çox işləyibsə də, yəni ümumiyyətlə experience varsa, o qədər çox yaşı var. Yəni, bununla bu düz mütənasibdir ya. Positive correlateddir. Sonra
Years at company var. Years at company, years with current manager. Nə qədər çox işləyirsə, həmin şirkətdə, o qədər çox eyni menecerlə işləyibdir. Years since last promotion'dur. Bu da şeydir. Nə qədər çox işləyirsə, o qədər promotionu azalır. Yəni bir zaman sonra onsa promote olmaq çətinləşir də. İlk başta tak qalxsan, sonra yavaşdan şey edirsən. Ona görə də promotion yerdə artır yəni. So current years in current role. Yəni nə qədər bir adam şirkətdə nə qədər çox işləyirsə, çox dəyişmir də özü şeyli. Rolunu çox dəyişmir. Eyni formada years current role, bu da ki, yenə years with manager. Bu da, yəni ki, eyni nə qədər çox eyni departmentdə işləyirsə, o qədər çox eyni menecerlə işləyir də. Razıyıq biz buna. Bu ideyalar hamısı əslində məntiqlə baxanda doğrudur. Düzdür, səhvdir. Düzdür. Okay. So biz due to the working experience, monthly income, years at the company. Okay. Biz bunu keçdik. Bunu highly correlated girdiyi işini danışdırırsa, model building approach. Now data preparation var. Birinci, so partition in the data into train and test set. Build model and train data. Tune the model. Bax, şey vardı, bəlkə grid search vardı. Grid search bu tune the model üçün idi. Test data, ona test et. Datamızın validation üçündür. Okay. Deməli, biz nə varmış? Create list on dummy columns. Dummy columnlar hansılardır bizim? Bax, bunlar hansı kolumlar götürmüşük biz? Necə bunu dəyərləndirməliyəm ki, bu kolumları? Kategorikal kolumlar götürmüş, deməli. Aha. Bax, create dummy variable, get dummy istəyir bir dənə funksiyamız var. Bizim şeyləmişdik, baxın, yəni bizim pandasın içərisində var bu. Data frame'imizi qoruq, datamız bizim df'dir. Kolumlarımız da bu kolumlardır. Drop first demişik. Drop first nəyə göstərir sizcə? Məntiqdən problem var, anlaya bilən var. Bir olanı göstərmirdi də. True olanı. Ancaq sıfırları göstərir. Drop first nə edir? Drop first şeydir. Məsələn ki, bunu business travel'ı get dummy'lərini tapır, sonra business travel kolumuna özün çıxır. Bildin? Əgər mən bunu dummy variable-dan götürürəmsə, mən bu kolumun özünü neyə saxlayıram ki burada? Data frame'imdə. Özü informasiya vardı, izləndə yetərincə. Məntiqli yoxsa yox? Mən əgər bir kolumun, bildin, kategorikal kolumun mən şeylərini çıxardıramsa, dummy variable-ların çıxardıramsa, eyni kolumlar qururamsa, eyni datadan. O datanı saxlamaram bax mən modelim üçün. Eyni informasiyanı iki daha saxlamaq 100% korrelasiyada demək. Onu neyə saxlayayım ki? Bildin? Onca birinci... Aydın var. Bir də ki, şeyə basarsa var. Məsələn ki, 10 dənə mən şey deyirəm. 10 dənə mən şeydir. Deyək ki, mənim bax, mən gəlirəm izah edeyim mən. Gəlirəm daha rahat izah edeyim. Bir də bu temada var. Kategorikal, hanı? Kategorikal. Deyək, məsələn ki, mənim burada 3 dənə var da. Non-travel var, travel frequency var, travel rarity var da. Mən məsələn ki, mən dummy variable quranda şeydir, məsələn ki, deyəm, travel frequency ilə travel rarity-nin bundan dummy variable-dan götürürəm, bunu götürmürəm. Çünki bu ikisini birləmsə, bunda 0, bunda 0, bunda 1, onsuz da avtomatik olaraq. Bildin? Model özü onu təxmin edə bilir. Ancaq bu ikisinin informasiyası lazımdır bizə. Üçüncünü yox. Biz istəyirik ki, nə qədər kategorikal value az olsa, o qədər yaxşıdır da. İnformasiya eyni qalır. Kategorikal value-ların sayını azaldıram bir dənə. Çünki məntiqdən azaltmaq olur da onu. Okay. Sonra demişəm ki, map eləmişik. Mapping over time and attrition. Məsələn ki, şeydir. Yes isə 1 demişik, no isə 0 demişik. Attrition da onun kimi eləmişik. Yes isə 1 demişik, no isə 0 demişik. Okay. Normaldır da biz bunu. Elə ki, bizim overtime attrition'ımız cəmi 2 dənə value var idi. Mən bunu dummy variable istəmirəm də və normal halda eləyə bilərəm də mən bunu. Dummy variable istəmirəm ki, dummy variable istəmirəm 2 dənə kolum ayrıca olur. Bilir? İstəmirəm. Onu da onu 0-a 1 əvəz eləyə bilərəm. Sonra mən götürmüşəm mənim y. Y nədir? Mənim prediction şeyində bir hissəmdir, yəni dependent variable'ımdır. O mənim attrition'ımdır. Mənim digər independent variable'ım da x-imdir. O da mənim attrition'dan başqa bütün digər kolumlarımdır. Məntiqlidir? Bəli, müəllim. Okay. Sonra mən dediyim şeydir. Bax, mən nə deyirlər? Bax, sən
deyir ki, bax, some classification problems can exhibit. Bax, nə tapdıq biz burada? Bizim nəyimiz vardı? Biz görün, burada bir şey deyirik, ümumiyyətlə 30%-ni training set kimi götürürük, 30%-ni test set kimi götürürük, 70%-ni training set kimi də. Test size demişik, 30%-də, 0.3 30% deməkdir. Amma bizim bir dənə xırda bir problemimiz var. Biz görürük ki, bizim datamızın çox hissəsi, buradan tapmışdıq da biz, çox hissəsi bizim attrition eləməyənlərdir. Bax, 84% attrition eləməyən, 16% attrition eləyənlərdir. Bu, bizim modelimizdə bir sıxıntı yarada bilər. Bizim attrition eləyən datamız çox azdır. Çox məlumat toplaya bilməyəcək, yəni. Bax, deyir ki, some classification problem can exhibit a large imbalance. Large imbalance in the distribution of target classes. Bax, target classımız nə idi? Attrition. Düzdür. Attrition eləyənlərin az şeydir, yəni. Tam ona görə də biz nə eləməliyik? Orada classification'da biz distribution eləməliyik ki, bizim yetərincə ola bilsin ki, biz random select edirik axı. Deyək ki, məsələn, bizim test setimizdə ola bilsin, yox, trend setimizdə və ya test setimizdə ola bilsin ki, bizim şeyimiz random selection deyə ola bilsin ki, attrition eləyən düşübdür, 5 dənə 10 dənə düşübdür. Cəmi 474 dənə, cəmi deyək ki, 20-30 dənəsi attrition eləyənlər deyək ki, test setimizdə və ya trend setimizdə. Trend setə düşəndə daha böyük problemdir. Onda bizim modelimiz şey edə bilməyəcək, yəni. Attrit elə bilə bilməyəcək, onu tam tapa bilməyəcək, yaxşı model qura bilməyəcək, yəni. Çünki attrit eləyənlərin içərisində çox informasiya tapa bilməkdən çox bir klassifikasiyamız yaxşı deyil. For instance, there could be several times more negative samples than positive samples. In such cases, it's recommended to use the stratified sampling technique to ensure that relative class frequencies are approximately preserved in each train and validation form. Bu nə deməkdir? Bax, görsən, mən necə bunu deyirəm? Deyək ki, bizim test setimizdə, train setimizdə məsələn üçün 95% düşüşüyə attrit eləməyənlərə, 5% attrit eləyənlərə. O 5% informasiya bizə hər hansı attrit eləməyi yaxşı qura bilməyəcək də, bizə tam yaxşı prediksiya eləyə bilməyəcək. Bizim modelimiz daha çox non-attrit olanlar üzərində qurulur deyə, attrition, bizim də axı əsas konseptimiz attrition eləyib eləməməkdir axı. Attrition eləyənləri tapmalıyıq. Bizim üçün əsas case budur. Bizim use case'imizin əsas əhəmiyyəti attrit eləyənləri, eləyəcəkləri onu təyin eləməkdir. Ona görə biz nə qarmalıyıq? Stratified sampling nə qarır? O götürür. Mən məsələn 30-70% ayırmışam belə. Buna içərikdə də elə edir ki, mənim şeydir, bu training setimdə məsələn üçün yetərincə bölüşdürmək. Məsələn, deyək ki, mənim 18%-im mənim şeydir, yox, 16%-im mənim attrit eləyənlər idi, 84%-im attrit eləməyənlər idi, eləmi? Mənim test setim üçün həmin bu 2900-dən mənim observasiyamın 70%-i götürür də belə training setdə. O 70%-in içərisində yenə də 16% və 84% olaraq bölüşdürmə edir. Təxmini. Anlayan var? Mən bunu izah elə bilən var mənə? Elə biləcək. Mən belə başa düşdüm ki, deyir ki, yəni burada məqsəd attrit eləyənləri tapmaqdır, amma bu 5%, 95 ən çox burada yəni data attrit olmayanları göstərir deyə bizə sərf edir də bu formada. Buyur, eşidirəm. Bu formada yəni trend test eləmək sərf eləmir. Ona görə bu Y-i dediniz ki, stratifaya qoyuruq. Testi 30% seçirik. Yəni bu formada yəni eləyirik ki, yəni bizə sərf eləyən datanı ala bilək. Bax, bir də izah edirəm mən. Bu test size-in seçilmənin önəmli bir şey yoxdur, yəni. Bildiniz, testin mən bunu 0.3, 0.2 götürə bilərəm. Bunda heç bir fərqi yoxdur, yəni bildiniz. O deyil əsas məsələ. Əsas məsələ odur ki, mən trend test splitim random şeylə də bölüşdürür də. Mənim onsuz da bilirəm ki, mənim datam içərisində mənim 84%-i
attribute eləməyənlərdir. Ona görə də mən bu bölüşdürməni eləyəndə, random selection eləyəndə, ola bilsin ki, mənim 70%-im içərisində bu train setimdə 84 yox da 95-98% şey ola bilər. Nətər deyim, attribute eləməyən ola bilər. Bilir? O zaman mənim modelim güclü model olmayacaq. Çünki mən attrition eləyənləri tapa bilməyəcəm o işdə. Ona görə stratified sample nə qayrı? Faiz nisbəti yenə düzgün bölüşdürür. Yəni mən random seçsə belə train setimi yenə də şeylə 80-84% də saxlayır attrition eləməyənləri. Bilirsiniz? Yəni eləyənə qədər eyni qədər eyni qədər observasiya seçir də. Okay? Okay. So scaling the data. The independent variable cavabını oxuyaq bir yerdə. Çünki bu önəmlidir yəni. Biz nəyə görə istənə scaler edirik biz bunun üçün? Bax. The independent variable in this data set have different scales. Düzdür? Çünki biz görürük ki, bizim bəzi value'larımız həqiqətən çox deyək, maaş, bizim burada maaş deyə bir kolumuz var. Məsəl üçün bir dənə xərc desək. Maaş məsələn görürük, ortalama eləməyənlər də 6500-dür, eləyənlər 4700-dür. Elə maaş alır. Amma digərlərində mənim value'larım yaş idi, 34, 35, 70 deyə, məsələn üçün 65 deyə falan belə. Aralarında olan şey çoxdur. Biz də istəmirik ki, bizim case sensitive olan modellərimiz o maaşı daha yuxarı bir feature kimi götürək. Nəinki yaşı. Amma ola bilsin ki, bizim modelimizdə yaş daha önəmli faktor daşımalıdır, əslinə qalsa. Ona görə biz nə qalmalıyıq? Sana scale eləməliyik. Hamısına informatik etməliyik. When features have different scales from each other, there is a chance that the higher the weightage will be given to a feature that have a higher magnitude. They will dominate over and other features. Those magnitude changes might be smaller, but those percentage change might be just as significant or even larger. Bu demək. Yəni demək ki, ola bilsin ki, bizim magnitudumuz aşağı olsun, yəni ki, orada olan value'lar aşağı olsun, amma significance yuxarıdır həmin feature əslinə qalsa. Amma belə olmalı deyil də, bəzi modellər onun çox nəzərə ala bilmir də. This will impact the performance of our machine learning algorithm and we do not want the algorithm to be biased toward one feature. Yəni biz bizim modelimiz içərisində biased olmalıdır. Yəni bir feature'i heç modelin özü qurmadan, model özü təyin eləmədən avtomatik olaraq sırf içərisində olan value'lara görə biased olmaması lazımdır. The solution to this issue is feature scaling. Bizə feature scaling eləmək lazımdır. Bütün independent variable'larımızın içərisində olan value'ları hamısını eyni scale getirmək üçündür. Tree-based models such as decision tree and random forest does not require feature scaling to be performed as they are not sensitive to the variance in the data. We will scale the data for logistic regression and SVM. We will use the standard scale. Görürsən nə demək istəyir? Deyir, bax, tree-based modellər yoxdur mu? Tree-based modellər. Decision tree, random forest'dir. Bunlar case sensitive deyil. Yəni, əgər biz sırf bu modeli istifadə edəcəksə, bilirsiniz, yəni belə modellər, tree-based modellər bizim çox əhəmiyyət kəsb eləmir. Yəni, tree-based modellər scaling eləməyə ehtiyac yoxdur. Onların özünün içərisində scaling özü var. Amma logistik regressiyadır, SVM'dir falan, bunlar case sensitive'dir. Biz bunlar belə modellərdən istifadə edəcəksə, biz 100% eləməliyik. Standard scale formatını gətirməliyik. Okay? Standard scalingdə məsələn demişik biz Z-score-unu tapırıq. Bilirik, Z-score-unu tapırıq. Nə qayırıq? Biz gelirik, hər bir şey üçün, value üçün onun ümumi feature'ın ortalamasını götürürük və standard deviation götürürük. Həmin value-dan çıxırıq ortalama value-nu və onu bölürük standard scale-inə, həmin feature'ın. Okay, bu odur. Z-score nədir? Z-score bizim hər bir value üçün onun ümumi feature'ın içərisində olan value-ların ortalamasını bölürük, ondan ümumi feature'ın standard deviation-ına. Okay? Alright. Gəlin biz bunu data üçün eləyək. Data üçün bizim bir Python içərisində bizim bir şey var. Inbuilt modelimiz var, funksiyamız var. Hansı standard scaler deyə adlanır. Həmin biz bunu ayırıb bizim train datamıza fit edirik biz həmin bunu biz bu standard scale. Sonra da
data frame'imizi baxır ki, məsələn bizim data frame'imiz budur. Bizim şey olmuş data frame'imiz budur. Gəlin siz bir dənə bunu run edin bura kimi, bir dənə baxaq tez ona. Buradan run eləmişdi. Buradan run eləyə gedək. Ümumiyyətlə istənilən skili run eləyəndə gün nə çıxır ortaya düşür. Onu bir dənə baxaq tez. Hə, açıldı. Bax, məsələn üçün biz bunu run eləyəndə nə olur? Belə bir şeylə. Bizim öz tane skillimiz run oldu. Yəni skill alın gəldi. Biz bunu bir şey eləyəndə, train eləyəndə. Gəl bunun içəriyinə baxaq. Bu format alır, array formatını alır. Hər bir şey ki, bax bu bizim bir feature'ımızdır. Bu da onun içərisində value'larımızdır. Bildi? Ya yox. Bu value'muzdur. Birinci feature üçün. Amma biz bunu data frame halına salmaq üçün biz bunu edirik. Hələ qabanı kolumlar da əlavə edirik. Gəlin mən baxaq. Gördünüz, data frame formatına saldı. Baxın, mənim birinci indeksim, sıfırıncı indeksi və age. Budur, birincisidir. İkinci nədir? Daily rate. Birinci indeksimdir. İkinci kolumum. Bax, bu rəqəmdə eyni şeydir. Bilirsiniz? Ondan sonra üçüncü indeksim, sıfırıncı indeksim row wise, column wise üçüncü indeksim budur. Bildiniz? Yəni mənim bu data frame'im bu birinci row verir. Birinci row informasiya. Bu ikinci rowun informasiyasıdır. Bu üçüncü rowun informasiyası. Bax, belə gedir. Biz bunu data frame formatına salmaq üçün biz bunu belirləməliyik. Okay? Anlaşdı? Bir də göstərə bilərsiniz. İnternet getdi məndə. Deyirəm ki, bax standart scale nağarı. Standart scaling funksiyasını biz kor elədik. Sonra mən training datam üçün onu scale formatına saldım. Bax, fit transform deyirəm də. Elə. Mən bu funksiyanı kol eləyirəm. Sonra da modelimizi, həmin bizim datamız yoxdur, X-trainimizi. X-trainimizi standart formaya gətirirəm də, scale formatına gətirirəm. Ona məndə bu alınır. Belə bir array alınır. Bilirsiniz, bax, belə bir array alınır məndə. Bu array'in də bu birinci hissədir, bax bu hissə. Bura kimi. Bu mənim birinci rowumdur. Bütün kolumlarım üçündür. Bax, sıfırıncı rowumdur. Mənim bu birinci indeksimdir. Bilirsiniz? Ondan sonra kolum birinci budur, ikincisi şey budur, üçüncüsü budur. Belə bölünüb dağılıbdır. Mənim yəni ki, data setim, sonra da onun data frame formatını gətirmək üçün mən sadəcə olaraq kolumların adlarını qoyuram qabağına. Bilirsiniz, bax, bura kolum adı birinci qoyuram, bax, bura kolum içini qoyuram, adını qoyuram, bura üçünü qoyuram, bura dördüncü qoyuram. Yəni, bax, bu informasiya, bax, bu kolum 1'dir, kolum 1, row 0'dır. Bu, kolum yenə 1, row 2 şeydir, row 2'dir. Bu kolum 1, row 3'dür. Falan bilə. Bu n'dir, məsələn ki, n-3 deyək də buna. n-2, n-1. Bilirsiniz, yəni bu hissə birinci olanlar hamısı kolum birinci age aiddir. Mən bunu da data frame formatına gətirmək üçün demişəm pd data frame funksiyasını korulamışam. Mən bu şey var, X-train scale formatını onun kolumlarını əlavə eləmişəm qabağına başlıq kimi. Onda olubdur, mən normal əvvəlki data frame. Əvvəlki data frame hansı ki şeylərə alınır. Deməli də, deyil sonra, standart scale olubdur. Bunların üstündə işləyə bilərsiniz, yəni ələbə baxmaq üçün, anlayış olması üçün. Eyni şeyə mən test üçün eləmişəm. Çünki mənim training testim eyni formatda olmalı axı. Sabah ki, mən şey eləyəndə, modelimi test eləmək istəyəndə. Okay? Uşaqlar, okeydir yoxsa? Aydın. So, model evaluation demişik. Criterion. The model can make two type of wrong predictions deyir. Bilirsiniz, model iki dənə səhv predict edə bilər. Predicting an employee will act right when employee does not act right. Nə ara bilər? Çıxacaq demiş, amma çıxmayıbdır. Bilirsiniz, yəni o problem. Belki deyir ki, predicting an employee will act right while employee can actually not.
Bilirsiniz? Yəni ki, actually accurate. Yəni deyir ki, yox, accurate eləmir. Yəni ki, ya deyir ki, 0 olmalıymış. Biz demişik 1, elə ki 1 olmalıymış, biz demişik 0. Düzdür, bu belə ola bilər də, belə bir şeydir. Bilirsiniz? Yəni ki, biz demişik çıxacaq, amma çıxmayıb əslində qalsa. Ya biz demişik çıxmayacaq, amma əslində çıxır. Bizim üçün ən böyük faktor hansıdır? Səncə, biznesçi. Ən böyük faktorumuz bizim nədir? Çıxıb deyib çıxmamaq, çıxmamaq deyib çıxmaq. Hı? Çıxmama deyib çıxmaq. Düzdür yoxsa yox? Yəni biz 0 tapmışıq, əslində 1-dir. Düzdürmü? Aydındır müəllim. Yəni bax, predicting that the employee will not attrite but actually attracts, losing out of valuable employee or asset. This will be considered a major miss for any employee attrition predictor. Hence, the more important case is of wrong predictions. Okay? Demək istəyir ki, yəni ki, bizim üçün ən belədir, biz biznes, yəni şirkət istəyirdi ki, promote eləyə hansıları ki, attrition eləmə ehtimalı var. Amma prediction modelimiz tapdı ki, attract eləməyəcək, onlara qarşı hansısa bir şey use case olmayıb deyə, hansısa bir onlara yönəlib bir şey olmadı deyə, onlar işi tərk eləyirlər. Amma onlar əslində qalsa attract eləməməli idilər. Bilir, yəni onu əvvəldən tapa bilməyib deyə bir şirkət ki, bu attract eləyəcək. Ona qarşı yönəlib bir şey işinə olmur deyə adam işi ləğv eləyir. Ola bilsin ki, əhəmiyyətli insandır da. Amma işdən tərk edir. O da ki, sərflənmir də şirkətdə. Təzədən birini tap, öyrət, elə, o, bu falan uzun məsələdir. How to reduce loss? We need to reduce the false negatives. Bax, false negative deyirlər də buna. Səhvən deyiblər ki, negativdir, yəni ki, çıxacaq, yəni çıxmayacaq deyiblər, məsələn çıxır. Məndə false negative deyirlər. False negative tapmaq üçün də recall deyirlər buna. Recall nə qarır? Recall false negativlərin faiz nisbətinə baxır. Bir ümumi negativə qarşı. Bax, nə var? The company will want to recall to be maximized. Greater the recall, the higher the chance of minimizing false negative. Hence, the false will be an increase in recall, minimizing the false negative, or the other word, identifying the true positives. Very well, so that the company can provide incentives to control the attrition rate, especially for top performers. This would help in organizing the optimal project cost towards training the best talent. Yəni ki, biz rekolun maksimalizini tapmalıyıq. Okay. Gəlin, indi biz burada confusion matrix yoxdur. Confusion matrixin recall da var, o da var, bu da var. Ona baxacaq belə. Biz bir dənə funksiya yaradırıq. Funksiyada nə qarır? Actual-dan predicted ara götürür və actual datamızı götürəcək. Yəni, test datamızı action götürəcək, bir də predicted götürəcək. Sonra nə qaracaq? Bir dənə şey eləyəcək, confusion matrix eləyəcək. Confusion matrix nə qarır? Action-dan predicted-in arasında olan fərqi götürəcək. Yəni ki, neçə faiz doğrudur, neçə faiz doğru deyil. Okay. Alrighty. Aydın. Sonra bir 4 dənə biz model quracağıq. Logistic regression model, support vector machine qurulacaq, SVM, decision tree qurulub və random forest qurulacaq. Logistic regression nə qarı? Is the supervised learning algoritmdir. Binary classification problemləri üçündür. Yes-nalar üçündür. Böyle dependent variable is categorical. Those two possible values nəsə boş bir də, o deyir ki, logistic regression modelini biz call eləyirik. Sonra bizim modelimizə bax, X-train scale and Y-train. X-train scale nə üçün biz onu söyləmişdik? Biz scaled formasını biz baxırıq da belə. Onu modelimizə fit eləyirik, həmin dataseti. Ondan sonra da biz modelimizin performansına baxırıq. Let's check the model performance. Okay. Modelimizin performansına baxırıq. Modelimizin performansını göstərir. Bizə 4 dənə şey verir. Precision'ı verir, recall'u verir, F-score'u verir və support'u verir. Biz görürük ki, bizim recall'umuz 98%'dir. Bizə demişdik, bizə lazım ki, bizə recall yuxarı olsun da şeyimiz. Recall önemlidir bizim için. Yəni, recall'u deyirsənə, bizim 0. Yəni, bizə, bax,
Deməli şeydir, bizim çıxmayanların. Bax sıfır nə deməkdir? Sıfır o deyir ki, bizdə ətrət olmayanların, yəni çıxmayanların 98%-ni təxmin elə bilir, recall-unu verə bilir. Görsənmi? Non-attribute demişik, non-attribute olubdur. Yəni bu recall nədir? Bunu üstə gəlsin bu, bilin. Bu bölünsün, bu üstə gəlsin bu. Biz görürük 98% bir şeydir. Sıfır olubdur əslində. Sıfır doğrudur. Doğru prediction verdi. Amma digərinə doğru prediction verməyibdi. Amma şeydə attribute-ın cəmi 50%-ni təxmin edə bilibdi. Yəni çıxanda bizim modelimiz cəmi 50% accuracy var, hansı ki sırf şeylər üçündür. Attribute edənlər üçündür. Razıyıq? Bu sıfır deyəndə, yəni eləməyənlər üçün, yoxsa eləyənlər üçündür? Eləyənlər üçün, eləyənlər üçün. Bizim sıfırımız attribute eləməyənlər, birimiz attribute eləyənlərdir. Bax indi bax belə. Bax precision nədir? Precision. Bax gəlin bundan bax. Bax precision nə var? Bu bölünsün, bu plus bu. Recall. Bu bölünsün, bu plus bu. Bu sıfır üçün olandır. Ətid eləməyənlər üçündür. Bilir? Ətid eləyənlər. Bu bölünsün, bu plus bu. 50% verin ona görə də. Bilir? Okay? Alrighty. Biz istəyirik ki, bizim modelimiz elə olsun ki, bu hissə vaxtı, bax bu hissə. Demişlər ki, bizə ən vacib variant false negativ. Biz false negativ istəmirik. Bilir? Yəni, çıxmayacaq deyib çıxacaq olandan sonra o problem yaranır. False negativ hansıdır? Biz actually demişik, biz çıxmayacaq demişik. Bizim prediction'ımız bax budur, bax prediction'ımız budur. Prediction. Biz demişik çıxmayacaq. Bilir? Çıxmayacaq demişik. Amma əslində çıxıbdır. Bax, biz demişik çıxmayacaq. Amma reallıqda çıxacaqdır bu. 166 nəsə səhv predict eləmişik bu modelinə. Bilir? Biz istəyirik ki, bax bu hissə var ya, bax bu hissə false negativ. Attrition deyişini çıxmayacaq demişik, əslində çıxacaq. Biz buranı minimallaşdırmaq istəyirik. Bilir? Bizim temamız budur. Okay? Anlaya bildiniz yəni? Bax, baxın gəlin, bax, buna bax, görürsünüz. True negativ nədir? True negativ. Bu hissə. Yox. Hada 0-0 true negativ. Yəni biz demişik ki, şeydir, çıxmayacaq, əksinə çıxmayanlardır. Bilir? False pozitiv nədir? False pozitiv biz demişik, şeydir, çıxmayacaq. Bilir? Biz demişik çıxmayacaq, əslində çıxacaqdır. Buradır. Biz pozitiv demişik, çıxacaq demişik, amma əslində çıxmayanlardır. Bilir? Sonra false negativ nədir? Biz demişik çıxmayacaq, amma əslində çıxacaq. True pozitivdəki biz demişik çıxacaq, həqiqətən çıxanlardır. Bilir? Biz bunu artırıb, yəni bizim temamız budur ki, biz bunu artırıb, bunu azaltmaq istəyirik. Okay? Ya bizim üçün bu önəmlidir də. Həqiqətən çıxacaq demişik, yəni çıxacaq demişik, predict eləmişik, həqiqətən çıxır da. Biz bunları tapmağa çalışırıq. Bizim modelimiz nə qədər bu yuxarı olub da, bu aşağı olsa o qədər xeyirdir bizə. Okay? O da bizim şeyimizi verir. F-skorumuzu verir birlər üçün. Attribute edənlər üçün. Okay? Şöyle, anlaştık? Aydın. Hə. Sonra bu bizim trening üçümüzdür. Ha, trening setimizdir. Ya bizim test üçün də eləyirik. Test üçün eləyən nə olur? Test üçün daha aşağıdır. Biz görürük ki, bizim prediction'ımız, recall'ımız 46%'dir. Çox aşağıdır. Amma digər modellər üçün də vacibdir belə. Şeyimiz ki, recall'ımız bizim şeydir. Test setimizdə doğru prediktorlarımız şeydir. False pozitivlərimiz yuxarıdır, 54%'dir. True pozitivlər 46%'dir. Şeylər üçün də attribute eləməyənlər 97%'dir. Attribute eləməyənlər yaxşı qurur. Modelimiz yaxşıdır. Amma bizim attrition rate'imiz aşağıdır, datamız azdır deyə attribute üçün model çox yaxşı qura bilməyibdir, yəni. Bilirsiniz? Burada heç nə, burada kolumlar veribdir. Hansı kolumda daha çox istifadə olunubdur.
Yəni də o koeffisient nədir? Overtime çox əhəmiyyət kəsb edibdi. Deyilən çox az şey veribdi. İndeks yəni ki, koeffisient veribdi. Buna baxmaq olar. Feature by feature. Buna əhəmiyyət kəsb o qədər də önəmli deyil. Biz görürük ki, hansı featurelər daha önəmlidir? Overtime'dir, business travel falan buna önəmli kəsb edibdi. Nə qədər featurelərimiz də bunlardır. Yəni çox əhəmiyyət kəsb eləməyənlər. Buna baxa bilərik. Biz çox üstünə düşməyək məncə. Bu da sırf şeydir. Find the odds tapırıq. Bir nəğarı hər biri üçün şey tapır. O log of odds deyib, which hard to interpret in the world, we can convert nəsə bu şeydir. Buna önəm daşımır. Bu indekslərimizin dəyərləndir. Bu indeksin özünün faiz nisbətidir. Bu da şeydir, dəyərləndirilməsi indeksin özünə verilən featurelərdir. Yəni bu şey göstərir, sırf hansı feature daha çox əhəmiyyət kəsb edibdir, hansı feature nə qədər də neçə faiz dərəcəsində. Bu da nə qədər az əhəmiyyət kəsb. Bu önəmli deyil. Buna heç vaxt girməyə ehtiyac yoxdur. Sonra da şey var. Precision recall curves for logistic regression demişik. Precision recall curves summarize the trade-off between the true positive rate and the positive prediction value for predictive model using different probability threshold demişik burada. Belə nəyi göstərir? Yəni ki, ümumiyyətlə true positive-nə positive prediction deyir. Yəni ki, həqiqətən pozitiv şeydir, olmalıydı, həqiqət pozitiv göstərənlərdir. Bu nəyə göstərir? Biz istəyirik ki, thresholdumuz bizim nə qədər şey olsa, yuxarı olsa, o da yaxşıdır yəni. We can see that precision and recall are balanced for threshold at about 0.35%. Bu nəyə şey edəcək? Yəni ki, hansı klassda olduğunu göstərir. Ümumiyyətlə bizim bütün bu 4-5 dənə bizim şeyimiz yox idi bu. Bax. 3 dənə daha doğrusu. Precision'da record F-score və supportdur. Amma bu support'a baxmır, bu üçün yoxdur bu. Precision record X şeydir, F1 score. Bunun arasında olan trade-off'a baxır. Görə ümumi dəyərləndirmə verir bu. Bizim business case'imiz üçün biz ən çox baxdığımız bizim şeydir, recall elə. Bizim recall'umuzu çalışacaq, recall'umuz aşağı olsun. Recall'umuz şey olsun, yuxarı olsun. O da şey göstərir də, yəni precision score göstərir. Mən göstərmək istəyirəm ki, şey olsun. Nə deyim? Bu da ümumi o 3 dənə şeyin 3-ün də ortalamasını verir. Gör ümumi dəyərlənmə necədir. Biz görürük ki, bizim modelimiz ümumi dəyərlənmə 35%-dir yəni. Bizim performans 35%-dir thresholdumuz. Sonra da we can see the precision recall balance of space. Let's find out performance model at this threshold. Biz modelimizi thresholdda verə bilərik. Buna qarşı mən deyirəm ki, əgər mən 35%-imizi şey kimi götürsəm, yəni ki, bir model train eləyəndə 0-1 tapanda deyir ki, 50% ehtimalla mən deyirəm ki, budur. Yəni 50-nin üstündə olanda, məsələn deyir ki, 51% ehtimalla bu true-dur elə. Mən onu true kimi götürürəm. Eləmi? Əgər mən deyirəm thresholdum 50 yoxdur, 35 qoysam, threshold 35 qoysam, mənə bəzi dəyişmiş baş verir. Mən görürəm ki, mənim recall'um artır. Okay? İnşallah okey yoxsa yox? Anladınız yəni. Mən thresholdumu aşağı saldım da belə. Ortalama thresholdumu aşağı saldım. Bəli. O zaman görürəm ki, mənim recall'um artır. Bu yaxşı bir nəticədir. Amma mənim thresholdum aşağı olmağı həmişə pozitiv bir şey olmaq demək deyil. Məntiqlə çox aşağıda yaxşı bir şey deyil yəni. Okay? Eyni zamanda mən test set üçün də şey eləyirəm. Test set üçün də mənim thresholdumu qoyuram 35. Mən görürəm ki, yəni rekorum bəzi artdı mənim. Yaxşı bir şeydir. Görürsən, artmaq üçün nə var? Mənim rekorum artmaq o deməkdir ki, mənim attrition rate'im düşdü aşağı. Yəni attrition, yəni true pozitivlərim. True pozitivlərim düşdü aşağı. True false negativlərimdəki şey düşdü şeyə. Bildiniz? Aşağı düşdü yəni. Support vector machine deyirik. Support vector machine bizim 2 dənə bizim modelimizdə linear kernel var, bir də RBF kernel var. Bir var linear formatda, bir də non-linear kimisindən. Biz onlara baxacağıq, yəni 2 dənə şeyləri model qurulacaq. SVM-in şeyinə baxırıq birinci, linearın üçün baxırıq, kernel linear deyirik. Bilir, modelimizi train edirik. Bir dənə model funksiyamızı qoyuruq, sonra modelimizi bu X-train scale-da biz train edirik. Bu model bu train seti şeydir, çıxardırıq. Sonra biz
həmin training setin şeyinə baxırıq da, skorlarına baxırıq. Biz görürük ki, mənim rekom yenə 50%-dir. Bu şeylər üçündür, actually attrition edənlər üçündür. Eləmənlər üçün 98%-dir. Sonra mən baxıram test set üçün mənim 44%-də baxışım. Və yaxın test set daha yuxarıda axı. Deməli mənim ümumiyyətlə baxanda mənim thresholdum 50 olarsa, yəni 50% ehtimalla biz baxırıqsa, biz görürük ki, əslində qalsa linear model şeydən SPM-in daha yaxşısını göstəribdir burada. Bilir. Eyni zamanda yəni ki, bizim linear modelimiz daha yaxşıdır. Amma SPM model with linear kernel is not overfitting as the accuracy is about 90%. Accuracy 90'dır. For both and training set demişik. Yəni bu ikisi də 90 ümumsənətdir. Əgər deyək ki, bizim nə demişik, overfit məsələsi var idi. Biz görsə training setdə baxaq ki, training modelimizin precision 90-dan precision bunun immune precision-dir, mikro precision-dir, 86%, 90% arasıdır falan. Əgər training test arasında çox fərq varsa, burada 90, orada 91-dir. Burada 81-dir, bura 72-dir, 76-dır. Çox arasında çox fərq yoxdur, uçurum yoxdur. Uçurum olarsa, training setimiz çox daha yaxşı olsa, overfit sayılacaqdır. Overfitimiz yoxdur. The record for the model is about 50% implies that our model will not correctly predict the employees who are at risk of attrition. Okay? Yəni bu onu göstərir ki, cəmi 50% accuracy verir. O da ki, əslində qalsa 50-50 yaxşı bir model deyil də. Mən atsam da 50-50 da. Ona görə bizim modelimiz heç yaxşı bir performans göstərir. Eyni formada mən RBF içində, SVM RBF içində baxsam kerneli. Nem kernel demişəm, bəxləm linear demişdik burada. İndi mən deyirəm non-linear RBF üçündür. Priority true demişik. Gəl demişik biz bunu eləyək. Dedim, threshold'unu tapmağa çalışır. Bizim threshold'umuz tapımı 35'dir. Yəni bizim optimal threshold'u qoymuşuq, 35 qoymuşuq, RBF üçün qurduq. Biz görürük ki, bizim recall'umuz 90% üçün 9% olur, şey üçün, non-attrition üçün, attrition üçün 90% olur. Çox yaxşı nəticədə əslində qalsa, 35% threshold götürəndə. Eyni test üçündə quranda yenə bizim görürük 82% recall'umuz var. Çox yaxşı nəticədir, yəni. Mükəmməl bir nəticədir. Okay, amma bizim thresholdumuz 35'dir. Bu necə saxlayın? Yəni 35%-in üstünə çıxanda bizə şey olur. Onu true sayılır. At the optimal threshold of 35, the model performance is improved significantly. Record has improved from 44% to 82%. 40% artım deməkdir. Moreover, a kernel used for RBF, so model performs well with non-linear kernel. Non-linear kernel. Demək, bizim non-linear modellərimiz daha yaxşı işləyəcək. Nəinki linear modellərimiz. As the record is high, this model will perform well in differentiating those employees who have high chance of leaving the company, meaning it will eventually help to reduce the attrition rate demişik. Gəl deyək, decision tree içində quraq enisini. Decision tree modeli üçün, bax, decision tree classifier deyə adlandırılır. Decision tree modelləri. Okay? Biz bunu əvvəldən korlamışdıq, modelləyəndə. Biz import demişdik, import məsələn, linear, sklearn, nəsə demişdim, onu çıxardıq şeyləyək də, ilk başda. Sklearn'dan çıxardığında bizim data şeydir, bu klasslarımızı kol eləyə bilirik də biz, bizim klassımızdır yəni. Sonra class weight demişik şeydir, class weight 0, birincisini demişik 17%, sonra 84% götürürük. Bu bizim bu parametrlərimizdir. Bura çox girməyə dəyməz, məhəmmətsizdir, yəni özünüz eləyəndə dəyərləndirmə eləyə bilərsiniz. Anlaya bilərsiniz. Yəni bu çox çətin bir şey deyil. Bu sırf demişik, decision classifier, in this case we can pass dictionary. Sadəcə dictionary vermiş. Bunun çox əhəmiyyətlidir. Biz bunu çıxarsaq belə, yəni aşağı yuxarı eyni şey verəcək. Yəni prost burada indi biz eləmişdik, dərindən girmişdik modelə. Yəni o vaxt yadıma gəlir. Grid search vermişdik. Grid search tapmışdı ki 0.17, 0.84, 3 yaxşı nəticə verəcək deyə ona görə. Nəysə, modelimizi train edirik, sonra fit edirik bizim datamıza. Bax ki, və yaxud bizim modellərimizdə, digər opsiya modellərdə biz fit eləyəndə modelimizə Xtrain scale versiyasını train edirdik. Bilirsiniz? Amma burada train eləyəndə biz scale versiyasını train edirik. Biz orijinal versiyasını train edirik. Çünki tree-based modellər case sensitive deyil. Bizə orada scale falan lazım deyil yəni. Okay? Özü eləyir, öz içərisində.
Sonra biz nə qalmışıq? Predict modelimizi qurmuşuq. Training datamızı baxırıq, eləyirik. Training datamızda onun performansını çək eləyirik. Biz görürük ki, bizim recall'umuz 1-dir, şeyimiz də 1-dir. Bildik, bax trainingdə, X trainingdə. Mükəmməldir, yəni 100% təxmin eləyibdir. Training datamızın 100% eləyibdir. Elə ki, attrition eləməyənlər də 100% təxmin eləyibdir, attrition eləyənlər 100%. Bu çox mükəmməl bir şeydir də, yəni. Amma gəl bizdə burada şey varmı? Test setimizdə eləmi? Test setimizdə baxırıq ki, bizim recall'umuz 94%-dir. Attrition eləməyənlər üçün. Eləyəndə 80%-dir. Bu nə deməkdir? The tree works well on training data, but not so well on our test data. Recall is 80% in comparison to 1 for the training set. The tree is overfitting for the training data. Ancaq bizim overfitimiz var. Demişdi axı, bizim training datamızın performansı ilə test datasının olan performans arasında çox dəyişiklik olmamalıdır. Çox dəyişiklik olar zaman, o zaman deyirik ki, biz özü overfitting modelidir. Okay? Sonra biz nə ara bilərik? Gəl, deyək, hansı feature daha çox istifadə olunur? Feature importance deyə bizim şeyimiz var daxı. Bizim modelimiz feature importance vardı. Mən deyirəm ki, gəl onu eləyək. Bu funksiyanı yazmaq ehtiyac yoxdur. Bunları mənim importance'dan çıxardıbdır. Mən sırf bunu test eləsəm, run eləsəm, mənə value-lar verəcək. Ancaq bu, bir də ki, bu value-lar verəcək. Onu mən visual hala gətirmək üçün bunu geridə qalan yazmışıq belə. Yəni, demin ki, bu nədir belə. Məsələn, biz bunu run eləməklə də tapaq olar, yəni. Biraz da özünüz run eləyərsiniz, görərsiniz, yəni. List value-lar görürsünüz. Kolumn adı bir də value, kolumn adı bir də value. Biz görürük ki, overtime demək olar ki, 12% ehtimalı, bütün modelin 12%-ni sırf overtime ilə gəlir. Sonra monthly income-dan falan gəlir, falan belə-belə. Bəzi featurelərimiz də var ki, bu featurelərimiz heç bəyənmə kəsb eləmir demək olar ki. Okay? Məsələn, o əhəmiyyət kəsb eləməyən featureləri drop eləmək olar, yoxsa elə qalmağın da drop edilir avtomatik. Tree based modeli düzgün model. Özləri drop edilir. Əhəmiyyət kəsbəmdə sıfır kimi qəbul edilir, istifadə eləmir yəni. Okay? Ondan narahat olmayın. Sonra observation deyə, nəsə bunu baxmışam, bir eyni şeydir. Sonra biz nə ara bilərik? Biz şey deyə bilərik. Modelin həmin şeyi tree based modelin vizualizasiyasını da çıxarda bilərik. Bu format deyil. Feature sistemimizdə list X kolumlar deyirik, kolumları götürürük hər bir kolum üçün. Figure deyirik, figure size'ımızı, ümumi figure size'ımızı təyin edirik. Bu figure size'ımızdır bizim. Ondan sonra da plot deyirik. Bax, tree deyirik, tree deyir. Plot tree demişik. Bizim data frame'imizi götürürük. Sonra da feature'lərimizi götürüb qoyuruq belə yerinə. Show da deyirik, bizə bu şeyi göstərir. Yəni, bunun üstündə işləyə bilərsiniz. Maraqlı dərsine qalsa. Heç bir əhəmiyyət kəsb eləmir. Siz sadəcə olaraq bu modelin necə qurulduğunu göstərəcək sizə belə. Bilirsiniz? Yeni neçə faiz göstərəcək. Sonra, nə bilim, bu information gain nə qədər olacaq falan bilə-bilə. Bilirsiniz? Sizə onu dəyərləndirmələrini verəcək. Bunun üstündə çox düşməyək, vaxtımız da yoxdur o qədər. Əhəmiyyət kəsb eləmir. Sonra da gəl bura deyək, random forest. Random forest modeli üçün də bir dənə quraq. Random forest is a bagging algorithm where the models are decision trees. Nəsə, bunu bilirik də aslında. Voting falan işləyəcək biz. Yəni ki, bilirsiniz. Yəni, bizdə şeydə axı, bizim predictionumuz nədir? Bizim predictionumuz kategorika tapdır, yes, no, elə. Ona görə biz nə arayacaq? Voting sisteminə qılacaq, yəni. Classification problemləri üçün. Nəsə. Bizdən də random forest classifier deyirik. Bax, fikirləşin, random forest 2 dənə növü var da. Regression var. Random forest regression var. Bir də classifier var. Bizə classification problemi deyə biz classification götürürük. Biz bir axılan tapacaq tree based modellərdə bizim şeyimiz, class weightimiz 0.14-dən 17 ilə 83, onu da əvvəlcən tapmışdıq deyə eynisini yerinə qoyuruq bura. Biz görürük ki, bizim X trainimiz performansı yenə 1-1-dir. Şey kimi də, tree based model kimi. Eyni zamanda biz test setimizi üçün edirik. Biz görürük ki, bizim recall'umuz 99%'dir. Şey üçün, attrition olmayanlar üçün, olanlar üçün 79%'dir. O da ki, göstərir ki, bizim şeyimiz, modelimizə overfitdir. Okay. Yine eyni formada feature importance'ına baxırıq biz bunları. Baxırıq feature importance bizim əsas monthly income-dan gəlir. Bax, bayaqlar fikir verirsiniz. Bayaqlarım overtime mənim üçün ən böyük, ən əhəmiyyətli featuredir. Amma bu modeldə baxıram ki, monthly income ən çox əhəmiyyət kəsb edir. Hətta bayağı bir fərq deyilir, yəni bax.
Sonra overtime və age gəlir. Burada nə idi? Burada overtime gəlir. Sonra monthly income gəlir, sonra age gəlir. Bilirsiniz? Yəni biraz fərqli yaranır belə. Alrighty. Razılaşdıq. Aydın. So the random forest further verifies the result from the decision tree that the most important features are monthly income, age and overtime. Okay. Yəni bu featurelər ən əhəmiyyətli featurelərdir. Yəni biz bunları dəyərləndirərəkdən model qura bilərik və modelimizdə şey eləyə bilərik də. Ona görə də kimin çıxacağını, kimin qalacağını dəyərləndirə bilərik. Bilirsiniz? Gəl conclusion'a girək. We have tried multiple models and we're able to identify the key factors involving with the high iteration of the organization. Biz görürük ki, bu iki dənə şey çox əhəmiyyətlidir bizim üçün. Overtime'dir, budur. Bilirsiniz, indi bu çox asan datadır deyən bir şeydir. Amma böyük data bazları daha çox şeylər diqqət edə bilərik. Görək ki, tək bu üç dənə şey deyil də, bu üç dənə çox əhəmiyyət kəsb edir. Amma total working years'dir, monthly rate'dir, daily rate'dir falan bunlar bax, deyək məsələn bizim katalogumuzu buradan qoya bilərik. Bax, buradan yuxarı olan hamısı bu hissənin yuxarı. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu 10 dənə feature əhəmiyyət kəsb edə bilər bizim üçün. Baxın, şirkətin özünün işləmə konseptinə. Bilirsiniz? Deyə bilərsiniz, mən işləmə mənim üçün daha deep dive'da, daha detailed bir şey verin. Gəlirik indi biz bura. Biz bunu işləyəcək. Neyse, biz buna baxarıq indi birazdan. Sonra SVM with RBF kernel has good recall among the most random has less recall compared to SVM but F1 score accuracy. Neyse biz tapdıq ki bizim burada SVM'imiz bizim önəmlidir. SVM'də ki RBF kernelli SVM modelimiz daha yaxşı nəticə göstərir. Tapmışdıq biz bunu burada. Tree-based modeldən qabaq tapmışdıq bizdə. Demişdik ki optimal threshold 0.5 götürmüşdü. Biz tapmışdıq bizim burada şeyimiz 90%'dir. Training datamızın recall 90'dır. 82%'dir test datamızındır. Which is not idi. Yəni mükəmməl nəticədir əslində qalsa. Amma kernelimiz bizim şeydir. Thresholdumuz çox aşağıdır. 35% götürmüşük. Okeydirmi? Okeyim. Optimal ki thresholddur amma bəzən biznesdə deyir ki 60% götüründə thresholdu. O zaman dəyişə bilir temalar. Okay. So additional content demişik. Hyperparameter tuning diye. Hyperparameter tuning nədir? Grid search'da bir random search var. Okay. Grid search nə qarır? Biz özümüz value'lar verir. Hər bir verdiğimiz value'lar hamısı üçün bir gedir, dəyərləndirmə edir. Bilirsiniz? Random search'da ki biz müəyyən bir aralıq verir. O aralıqda müəyyən bir şeylər, müəyyən rəqəmlər götürür, özü avtomatik olaraq ondan görə run edir, tapır da dəyərləndirmə edir. Və random search nə qarır? Bax, grid search budur. Görürsünüz, bütün mən verdiyim vərilə hamısını bir-bir baxır. Hamısını bir-bir baxır. Random search-də bax budur. Bir-birə baxır, bir-birə baxır. O da missinglər də var, fikirləşin missinglər də var. Hamısına baxmır yəni. Sırf o verdiyim aralıqda ondan müəyyən özü dəyərləndirmə edir. Grid search nə üçün yaxşıdır? Grid search bütün çox dəyərləndirmə edir, amma çətin, kompleks bir sistemdir. Niyə? Çünki hamısına bir-birə baxmalı, bütün possibility hamısına bir-birə baxmalı deyə zaman time consumingdir. Bir də ki şeydir. Daha uzun vaxt alır modeli treyn eləmək. Bildi? Amma random search-da daha az vaxt alır və daha cost friendlydir. So training model demişik. Training model yeni entropiyə baxırıq. Genevdə entropiyə baxırdıq kriteriyonda. Max step-in məsələn nə qədər çox dərinliyi olsa, o qədər çox kompleksiti olur deyə modeldə. Bu tree-based modellər üçündür bu arada. Və decision tree üçündür. Bir də minimum sample leaf var. Minimum neçə dənə sample olmalıdır difflərdə, yəni ən sonda. Mən demişəm decision tree classifier deyə modelimi eləmişəm. Bayaqçı model var, eynisini qururam. Bu dəfə parametrlərimə verirəm. Bax, max step-ə vermişəm, range vermişəm, 2 ilə 7 arası olsun. Kriteriya vermişəm, Gini-ilə entropi üçün baxın. Belə entropi gain var ya, entropidir, information gain üçün. Entropi düşəndə aşağı information gain artır. Bir də Gini var. Mənim kriteriyum 2 dənə entropi var, bir də Gini var idi. Bir də minimum sample leaf demişəm, minimum 5 dənə, 10 dənə, 20 dənə və 25 dənə leaf olsun ən sonda minimum belə. Bildiniz? 5 dənə üçün baxacaq, 10 dənə üçün baxacaq minimumu, 15 dənə, 20 üçün və 25 üçün baxacaq. Sonra skorlar demişəm, buna metrik hər birinin skoru olur. Recall score demişəm, bax recall skoru. Mənim recallum nə qədər olmasını bir göstərəcəm. Mənim üçün ən önəmli recall daxil. Sonra da mən demişəm grid search modeli qurmuşam. Bu parametrləri götürsün. Onun üçün hər bir üçün baxsın belə. CSV-də 10 dəfə run eləsin hər dəfəsində. Bilin. Sonra grid search-ümün training datam üçün eləmişəm, fit eləmişəm və best
estimator tapıram. Bilir, best estimator nə deməkdir? Best estimator bax bunlar içərisində ən yaxşısı məsələn ki bu range-də maksimum depth 3 olacaq, entropy ilə kriteriyada olacaq məsələn Gini, minimum left sample olacaq məsələn 10. Bilir, onu göstərəcək. Mən bunu run eləyəndə mən görürəm ki, mən direct estimator fit demişəm. Sonra da mən gəlirəm, baxıram. İndi mən fit eləyəndən sonra mən baxıram görürəm ki, hansı best estimatorlar. Mən best estimatorun baxıram max depth 2 olur, sample left size 5 olur. Belə, bildin? Bu ikisini tapmışıq. Görürüm ki, mən datam özü avtomatik tapır ki, nədir? Mən burada fikir versəm, mən random state 1 demişəm, amma bu ikisini tapmamışam heç. Max depth-lə minimum sample left tapmamışam. İndi tapıram bu ikisini. Minimum sample left-lə max depth tapdım. Ondan sonra da mən eləyirəm, performance check eləyirəm. Görürəm ki, mənim accuracy-im 68%-dir bu dəfə. Ki, 61%-dir. Bəlkə fərqim nə idi belə? Bəlkə modelim mənim overfit modeli idi. Belə. Bir dəfə mənim rekomda baxın 1 idi burada. İndi düşdü 72%-ə. Amma baxın burada o konkret modelim overfit idi. İndi modelim overfit deyil. Okay? Amma yaxşı performans göstərmir o qədər də. Ne yalan deyim. Ondan sonra import feature importance'a baxıram. Mən görürəm ki, ancaq bu 3 dənə feature'dən gəlib bütün datam. Digərlərini heç bir nəzərə almayıbdır. Sırf bu 3 dənə feature'a baxıb Bilirsiniz 50% o şeydən gəlir. O da yaxşı bir şey deyil yəni. After tuning the model, we found out that the only 3 features are important. It seems that the model is having a high bias. Niye overfit oldu bu model? Bu model overfit olmadı. Ama biasness var. Biasness var. Yəni, mən 3 dənə feature-imi diqqət alır, digər feature-lərimi heç bir diqqət almır. Bildin? Tək overfit məsələsi deyil də modeldə. Biasness olmalıdır, olmamalıdır da. Mən ancaq 3 dənə feature-imi nəzərə alıb, digər feature-lərimi heç bir əhəmiyyət almır. O da yaxşı model göstəricisi deyil. Bildin? Okay? Yoxsa? Sual var? Sual var? Xeyr. Xeyr. Gəl, bunu random forest içində eləyək. Random forestdə mən nə qaram? Mənim parametrlərim estimator size olacaq. Minimum sample split olacaq. Neçə dəfə split olsun? Minimum sample left olacaq. Bir də max feature. Auto var, vardır. Feature-lərin ümumi var. But number of features to consider. Neçə dənə feature consider olsun? Bir də hər splitdə. Hər splitdə bütün feature-lərin hamısı nəzərə almıram. Bəzi feature-lərini nəzərə aldım, bəzilərini yox. Random forest'in özəlliyi oydu. Okay. Deməli, götürmüşük mən n estimator demişəm bunlara baxsın bu üçü. Minimum sample left demişəm buna baxsın. 1-dən 4-ə qədər 1, yəni 1, 2, 3. 4 saymır da hər range-də olanda. Belə, max feature-ındakı 0.7 ilə 0.9 arasında auto. Yəni, avtomatik bir bax dəyərlənmə arasında da. Ya 0.7 olsun, ya 0.9 ya da avtomatik olaraq dəyərlənmə versin özü. Yenə eyni formada mən scoring-a baxıram recall üçün. Grid search demişəm, onun həmin grid search funksiyasını qururam. Parametrləri qururam. Bax, parametr arif qoyuram onun içinə. Sonra da train eləyirəm, fit eləyirəm şeylə. Sonra mən best estimatorlarımı tapıram. Mən tapıram ki, mənim max feature 0.9 olacaq. Buradasından 0.9 imiş. Sonra da minimum sample left'im mənim. Minimum sample left'im 3 olacaq. N estimate'im 250-dir. Okay. Sonra da mən burada yenə eləyirəm. Performans check eləyirəm. Görürəm ki, mənim recall'um 1-dir. Ya da 1-dir, yəni mənim böyük modelim overfit olacaq. Mən buraya tapıram ki, mənim recall'um 98-dən 82-dir. Test üçün. Bu da göstərir ki, mənim modelim bir daha yenidən overfitdir. The trained model is also slightly overfit for training dataset, but it shows a good performance for the test dataset. Yəni, görürsən, yaxşı nəticə göstərir. Bilir. 98%-dir mənim şeyim, recall'um üçün. Amma 82%-lər şeydir. Test attrition olanlar üçündür. Bu göstərir yaxşı nəticə, amma overfitdir. Əslində qalsa mən bu modeli götürmərəm. Bu overfit niyə oldu ki? Əslində baxın normaldır. Normaldır. Yəni slightly overfit var. Birdir bu şey. Mən normalda o real life ssenaryoda görməyəsən bunu bir. Boş temadır. Mən bu 95 olsa daha yaxşı olardı. Bildiniz?
produkt dəyərlənmə yeni qalsaydı. Amma yenə də o qədər də pis deyil yəni, yaxşı nəticədir. Yaxşı nəticədir. Onca demişdə, ən yaxşı modelimiz budur. Tam olaraq overfit deyil yəni. Biz bunu birinci baxanda görə qədər fərq eləyirdi. Gəl tuningdən qabaq baxaq. Tuningdən baxaq qabaq. Random forestə baxırıq. Çünki mənim bura 1-dir. Bura 79-dur. Bilirsiniz? Bu yaxşı deyil. Bura 82-dir. Slightly better. Bilirsiniz? Yenə də overfit var, amma slightly betterdir. Okey? Razılaşdıq orada. Bəli. Ondan sonra şeydir. Sonra biz görürük ki, bir də temamızda nə fərqimiz var, əsas belə fərqimiz nədir? Burada featurelarımız həmçə, burada aşağı yuxarı iniş olacaq. Burada gəl the future importance-a baxırıq. Biz görürük ki, monthly income yenə də ən böyük əhəmiyyət kəsb edir, sonra overtime əhəmiyyət kəsb edir. Age-dir, total working years-dir falan, onlar davam edir falan belə. Mən görürüm ki, overtime-dir, monthly income-dır, age, total working years and daily rate. Yəni, ona ən əhəmiyyətli o şeylərdir. Bu 5 dənəsi ən əhəmiyyətli faktorlardır, featurelərdir. Belə. Anlayış var, elə bildik. Yəni, bizim ən böyük konseptimiz burada buydu ki, 4-5 dənə model eyni vaxtda işlərə bilək də. Mən nə gördük? Ən böyük şeydən biri nədir? Decision tree modellərində mən feature scaling eləməyə ehtiyacım yoxdur. Amma digər modellərimdə eləmək ehtiyacım var. Bildin? Tree-based modellərdən başqa. Digər modellərdə mən feature scaling eləməliyəm ilk başda. Bilirsiniz? Və modellər və bizim business case-nə asılı olaraq biz prestijimi götürəcəyik, dəyərləndirəcəyik. Yoxsa recall-mu dəyərləndirəcəyik? Recall nədir? Bu. Biz istəyik recall-umuz nə qədər yuxarı olsa qədər yaxşıdır. Bilirsiniz ki, bu bölünsün, bu digəri olur. Bu bölünsün, ümumi toplam cəm olur da. Biz ona baxarıq, recall-umuz tapırıq falan belə. Biz istəyirik ki, recall-umuz yuxarı olsun. Çünki deyək ki, attrition-ları tapmaq üçün. Eyni şey başqa şey də ola bilər də. Deyək ki, məsələn ki, biz bankda işləyirik, bizə kredit kartı vermiş, kredit kartın ləğv olunması. Zaten olanları tapmalıyıq da, biz olmayanlar neyirik ki, olmayanlar bizə çox əhəmiyyət kəsb eləmir də. Biznes odur. Bizdə budur. Attrition olanlar bizə önəmlidir, olmayanlar yox. Olmayan off olmasında. Bildin? Okey? Bəli. Alright. O zaman bu case study'miz burada bitir. Mən indi bir dəqiqə onu approach ilə yükləyəcəm şeyə. Bu case'in bu davamı var yoxsa elə budur? Case'in davamı yoxdur. Modellə işləyirik, belə approach. Hə. Davamını eləyə bilərik ki? Davamı maksimum ideya verə bilərik. Okey? Bir daha verəm, xahiş edirəm. Siz belə üstündə işləyin, biraz belə optimal threshold var. Bax bu hissə. Threshold. Buranı dəyişdirə bilərsiniz, anlamağa çalışın. 40 qoya bilərsiniz, 45 qoya bilərsiniz. Bilirsiniz, ona görə dəyərləndirməliyim. Baxın buradan şeylərə. Bizim ümumi dəyərlərimizə dəyərləmə deyən ki, performansını çək edə bilərsiniz. Burada əgər bu threshold artarsa. Bildim, bəzi şeylər var deyir ki, məsələn, mənim minimum threshold 70 olmalıdır. 70% accuracy verməsə mən onu istəmirəm. Falan belə. Bildiniz? Aydın. Bu model özünün probability verir. Deyək, mən 35% əminəm ki, bu true'dur və ya bu false'dur falan belə. Ona görə məsələn, threshold'unu aşağı düşdükcə bizim true olmağımız daha yuxarı qalxır. Nəinki belə şey. Mən çıxa bilərəm. Bitib yoxdur. Sağ olun. Görüşərik. Sağ olun. Var olun. Mən bunu əlavə eləyərəm. Əlavə eləyirəm. Bir də mənim onsuz 2 dənə başqa da yükləmişəm. Yəni 2 dənə başqa da case study'miz var. Biraz maraqlı idi, digərlər də maraqlıdır öz çərçivəsi. Üçüncünü bir yerdə işləyəcək tam olaraq case by case. Okay? Oldu müəllim.